16 dənə mənzil var, 14'ü satılır. Camaat bura pul verir. Pul kontür kağıdı vermir ki. Rəşadı ortalığa çıxartsınlar. Rəşad həbs olunmalıdır. Bir qrup sakin paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsi İlqar Musayev küçəsindəki yeni çox mənzilli binadan ev alıb və köçüblər. 3 il sonra Rəşad adlı şəxs ortaya çıxıb və deyib ki, mənzilləri binanı boşaldın, bu mənimdir. Bəs bu necə olur? Bax, sual budur. Biz gəldik bura, burada Orxan adlı şəxslə tanış olduq. Binanı tikən kimi özünü təqdim elədi. Biz də yəni aldıq, getdik notarial qaydada alqı-satqımızı eləmişik. Təmirə başlamışıq, artıq 3 ildir 4-cü ilə gedir, yəni sakinlər yaşayır. Sonra məlum oldu ki, buranı satan şəxs, Ələddin adında şəxs, bu binanı Orxana satıb və 16 kvadratda o həyətdə satıb Rəşad adında bir şəxsə. Bir də bizi məhkəməyə çağırıblar. Gedmişik nə məsələdir, bəs Rəşad adında şəxs iddia qaldırıb ki, bu bina mənimdir. Yəni əlində heç bir sənəd olmadan, heç bir sübut olmadan gəlib binaya iddia qaldırıb. İcra hakimiyyətinin sərəncamı ilə bu bina tikilibdir. Bu bina tikiləndən sonra yəni onun sərəncam əsasında da alqı-satqı eləmişik biz. İndi bu adam gəlib deyir ki, bu bina mənimdir, iddia qaldırıb və məhkəmə də onun iddiasını təmin edib, əsassız yerə. Yəni heç bir əsas olmadan, deyir bina tamamilə onundur. Məhkəmə 16 kvadratın əsasında verib qərarı, amma 16 kvadratın bura aidiyyatı yoxdur. Almışsa evi Orxandan. Orxan nə deyir? Orxanı hal-hazırda bunlar şikayət ediblər ki, bizə pul borcludur. O hal-hazırda təcridxanadadır. Orxanla bunların arasında, yəni iş münasibətləri olub. Sonra bunların arasında nəsə bir mübahisə yaranır pul baxımından. O elə bir Orxandan əvəzini çıxmaq üçün. Bunlar götürüb Orxanı azğımağı, ya nəyə görəsə götürüb sakinlərdən binaları almaq istəyirlər. 2023-cü ildə bu binadan 2 dənə ev almışam. Birini özümə, birini qardaşıma. Və bu bugünkü gündə o Rəşad iddia qalxsan Rəşad, biz bu 3 il ərzində bir dəfə olsun görməmişik binada. Biz tanıdığımız adam olub, Orxan olub. O kimdən ki biz alqı-satqı eləmişik. Orxana da verən sənədi, gendaverinizi verən Ələddin olub ki, birinci buranın yiyəsi. Bəs bu Ələddin nə deyir bu söhbətə? O da deyirmi ki, binanla torpaq ayrıdır yoxsa? Ələddin 5 dəfə məhkəməyə gəldi, şəxsən özü iştirak elədi və dedi ki, mən torpağı və binanı Orxana satmışam. O 16 kvadrat yuxarı başda olan 16 kvadratı Rəşada satmışam. Və bunu 5 dəfə, hər dəfə məhkəmədə təkrarladı. Hər dəfəsində ki, mən alış-verişimi Orxanla eləmişəm. Pul vermişik, camaatı əlimizə bir aydan sonra atırlar küçəyə. Harada qalacaq bir aydan sonra? İndi bu dəqiqə hazırda məsələ nə yerdədir? İndi bina boşaltmalısınız yoxsa necə? Qətnamə çıxdı ki, bir ay ərzində binanı tərk edin. Amma bunların hamısının əlində alqı-satqı müqavilələri var. Suraxanı rayon icra hakimiyyətindən bildirildi ki, sözü gedən binanın tikintisi ilə bağlı adı çəkilən qurum tərəfindən heç bir sərəncam verilməyib. Həmçinin qaldırılan mübahisəli məsələnin həlli rayon icra hakimiyyətinin səlahiyyətinə aid deyil və məhkəmə predmetidir. Eyni zamanda məsələ ilə bağlı rayon icra hakimiyyətinə heç bir müraciət daxil olmayıb. Qeyd etmək lazımdır ki, tərəflər arasında olan mülki mübahisə üzrə artıq işə məhkəmə qaydasında baxılmış və iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Belə olan halda qətnamədən narazı qalan tərəflər yuxarı instansiya məhkəmələrinə, yəni birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.